köhnə inciklikləri, köhnə xatirələri, köhnə hekayələri, köhnə məni, köhnə vərdişlər dəyişməsən, nə etdiyin dualar tam təsir edə bilər sənə, nə aldığın terapiya, nə də ki, həyatın dəyişir. Bugün səni səndən qurtaracaq bir video paylaşacağım. Bir insan, gerçək insan, uğurlu insan həqiqətən özünü özündən qurtara biləndir. Yəni bu nə deməkdir? Özündəki artıq narsist, egolu, kibirli, yanlış olan tərəfləri, ac olan, az olan tərəflərini görə bilmək sənətidir, ən böyük uğur. Səni həqiqətən narahat edən nədir? Dünənindir, yəni köhnə xatirələrindir, yoxsa bugünündür? Elə götürək, sən tək özündən ibarət deyilsən axı. Səndə çox sayda birləşim var. Elə başdan başlayaq, anan, atan, üst soyların, ortamda böyüdüyün insanlar, hərəsindən bir parça var səndə. Və üstəgəl sənin deməli şuurlu sənin xatirələrin var, acılı və yaxud da şirinli. Elə informasiya var ki, insanda onu artıq lazımsızlamı saxlayır, ona tutunur. Elə acılar var ki, onu buraxmalıdır, amma buraxmır. Çünki ondan yanlış da olsa qidalanır, acılığını ondan doydurmağa çalışır. Buraxa bilmədiyin hər bir duyğu, inanc, vərdişlər hər zaman əslində səninlə birlikdə yaşayır və sən bundan xəbərsizsən və sən bu yükü daşımağa özün məhkum etmiş olursan. Elə götürək bir bakal su. Düşün ki, bakal sənsən, içindəki də köhnə inanclardır, köhnə proqramdır, hətta belə deyək, köhnə proqramlardır. Və sən duanla, bir terapiya ilə və başqa bir metodlarla deyirsən ki, mən yenilik istəyirəm. Bu suyu enerji kimi düşün. Enerji kimi düşün. Əgər sən həyatına yeni birini almaq istəyirsənsə, sevib sevilmək istəyirsənsə, bu iş də ola bilər, başqa bir mövzu da ola bilər. Öncə bu köhnəni buraxmalısan, amma bunu buraxarkən səmimi olmalısan. Başqasına qarşı yox, ən birinci özünə. Bunu buraxaraq, bu duyğulardan, bu köhnədən qurtararaq, birinci sən qəbula keçmiş olursan. Nəyi? Yenisini. Yenini qəbula keçərkən sən səmimi olub bu köhnədən qurtararsansa, mütləq heç bir şey kainatda boş qalmır, heç bir şey dünyada boş qalmır. Enerjilər hər zaman hərəkətdədir, hər zaman aktivdir. Sən səmimiyyətlə buraxdığın hər şeydən azad olmuş olursan. O yükdən qurtararkən yeni bir enerjiyə, yeni bir axşa açıq olursan artıq və mütləq bura yeni suyla dolacaq. Çünki boşalacaqdır. Amma sən bu doluya yenisini istəyirsənsə, o zaman burada böyük bir qarışıqlıq, böyük bir karma olacaq. Necə? Köhnənin üzərinə yeni su tökmək yeni dad verməyəcəkdir. Bu da artıq karmik, qarışıq bir dad olacaq. Nə? Köhnə səni buraxmayacaq, köhnə səndən qurtula bilməyəcəksən, nə də yeni heç bir sənə huzur, sevgi ilə dad verməyəcək və onu hiss edə bilməyəcəksən. İnsanın ən böyük azadlığı bilirsiniz nədir? Köhnələrdən qurtulmaqdır. Əgər sən köhnələrdən azad olarsansa, yeni bir mənə, yeni bir kimliyə də sahib olma şansın %100'dür. Yenilənmək, yeni həyat boşalan bir qəlbə gəlir, qurtulan bir qəlbə gəlir və həqiqətən bir insan özündən, ən uğurlu insan daha doğrusu, köhnə özündən qurtulandır. Çünki qəlb ruhumuzun Allahla bizim aramızdakı qapısıdır, qəlb çakrası. Və sən həqiqətən oranı boşaltsan, oranı yenilənməyə hazır vəziyyətə gətirsən, təzələsən, həyatın dəyişəcək, həyatın təzələnəcək. Çünki yüklərdən arınmış olursan, qurtulmuş olursan, səni geridə saxlayanlardan qurtulmuş olursan. İndi özünə sual ver. Mən nədən qurtula bilərəm? Hardan başlaya bilərəm? Və mən bugün qurtulmağa qərar verirəmsə, nədən başlayım? Ən kiçik belə addım, bunu unutma ki, səni ən böyük uğurlara aparacaq.